Assalamu alaykum hörmətli savoqdaşlar. Tayyibə dərsxanamıza xoş gəldinglar. Biz bugün fiqh dərsimizin 19-cu dərsini oxuyuruz. Biz bugünkü dərsimizdə cümə namazı haqqında toxtalımız. Biz ilgirki saatlik dərslərimizdə 5 namazla əlaqədar şərtlər və onunla əlaqədar bir qism hökmlər haqqında toxtaldıq. Əmdi biz bugün cümə namazı haqqında toxtalımız. Əmdi cümə namazının hökmü nimə? Biz ilgirki saatlik dərsimizdə namazın türlərini oxumaq vaxtımızda degəydik. Cümə namazı pəriz namaz. Hətta pəriz bopmu peşimdinmi bəkrək təkidlənən pəriz. Çünki cümə günü Seyyidul Əyyam, küllərinin xocisi. Şundaqla cümədən bolğan məqsəd namazlam emas. Bütün müsəlmanların bir yerə toplaşıb, özara ittifaqlışı, ülfət buluşu və özara münasibətini çiڭitishdən ibarət nurg'unlagan məqsədlər bolğaçqa cümə namazı peşim namazdımı bəkrək təkidlənən. Unda olsa cümə namazınki şərtləri qaysı, kimlərə vacib boludu, sünnətləri qaysı? Biz bugünkü dərsimizdə bu haqda toxtalımız. Unda olsa biz dərsimizdə başlayalım. Bismillahirrahmanirrahim. Salatul Cuma. Cümə namazı. Şurut. Əmdi bunun şərtləri var. Ada tip şərtləri və vacib bolu şərtləri var. Aldı bilən biz şurutu sihhə. Yani ada tepiş, doğru buluş şartları hakkında toxtalımız. Şurutu sihhanın birincisi el-vaqt, vakit. Yani cümə namazınınki vakti ada tepişinninki birinci şərti. Vakti da okumazsak ada tapmaydı. Bunun vakti kaçan desenler min zevali şems ile ahir vakti zuhri. Gün igilgenden başlap peşim namazının ahir vakti kaçacak. Hem de bu yerdeki vaktini ada tepişinin şərt edişimizin səbəbi adətdə peşim namazını uxlab qalıb yoki unutub qalıb əsr namazının qazasını oxusaqmı çoğu ada tapıdı. Amma cümə namazını vaxtı çıxartgandan keyin oxusumu ada tapmaydı. Faqat vaxtida oxusa ada tapıdı. Onda o cümə günü cümədə uxlab qalsa yoki bir çoğ özürlab qalsa peşim namazının vaxtı çıxıb gəlsə qanda qıldı degan vaxtda peşimni oxuydu, cümə oxumaydı. Bu birinci şərti. İkinci şərti fi Misr cami' ev fi musalla. Adamlar toplaşıp yaşaydıgan şəhərdə buluş gerek. Bu bir şərt. Əmdi şəhər degenin ölçümü qaysı? İlgiriki dövrdəki şəhərlərin bugünkü dövrümüzdəki yeza oxşaş gəlib qaldı. Bu vaxt qanda qılımız? Yəni şəhərin ölçümü nə degan vaxtımızda şəhərin ölçümü ən çox məscidə şu şəhərin ahalisinin həmmisi patmasa bu şəhərə hesab boladı. Əmdi biz bu ölçəmni yeziga səp baxaylı. Yezidiki ən çox məscidə şu yezininki namazға təklif qılınğan, yəni namaz pəriz bulduğan kişilər həmmisi toplaşsa ən çox məscidəyə patamdı, patmamdı. Hazırki bizim yezilərimizdə patmaydı. Onda olsa bu yeziləmin neminin hökmündə oldu? Misr, yəni şəhərin hökmündə oldu. Amma məsələn Nininki, Çirinin bəzən bir şəhərlər var, yezilər var, nəhayət adam az. Çox məscidəyə namaz oxuş vacib olan həmmə adam yığılsa patıdığan. Bu şəhər hesab olmaydı. Bundaq yerlərdə cümə oxuş doğru emas. Cümə oxusumu ada tapmaydı, peşim oxuydu. Ev fi musalla. Yəni nədə oxuydu cüməni? Musallada oxuydu. Yoki çoğ camilərdə oxuydu, yoki musallada oxuydu. Yəni musalla deganimiz heyit namazı, meyit namazı oxuyduğan, həmmə adam patıdığan çoğ orunda. Üçüncü şərti imamdan başqa 3 kişi buluş gerek. Çünki bunun da cemaat şərt. Cemaatın ən az ölçümü qaysı? İmamdan başqa 3 adam buluş gerek cümə namazı üçün. Ondan keyin cümə namazından ilgiri xutbə oxuş. Cümə namazından biz 2 qatam xutbə oxuyumuz. Bu 2 xutbəninki birincisi tuncu qatam oxunumuz bununki sahih buluş şərti. Yəni xutbə oxumay cümə oxuyan bolsa, cüməsi ada tapmaydı. İkinci xutbə sünnət. Bizning Hanefi məzhəbdə. Ondan keyin kavnul emir ev naibihi huvel imam. Emir, yəni şu bir şəhərninki emiri, hakimi yoki onunki muavini imam buluş gerek. Yoki şu şəhərnin başlığı ruxsat qılğan adam bolsun boludu. Məsələn, dini işlər idarəsindən uğurlaşdırılan adam bolsunmu? Boludu. Yuqarıqısı
sahih bo'lish, ado tepish shartlari. Endi vojib bo'lish shartlari qaysi? Ya'ni kimlarga vojib bo'ladi? Vojib bo'lish uchun qanday shartlar hozirlanish kerak? Ular tuandikicha birinchisi az-zukuriyya. Erlarga vojib, ayollarga vojib emas. İkincisi al-hurriyya. Hür adamlarga vojib, qulga vojib emas. Üçüncüsü özürden sağlam adamlarga vojib. Yani kesel emas, mağalaydigan, yani meslikka baralaydigan mundaq adamlarga vojib. Dördüncüden cuma o'qildigan o'rinda muqim turgan adamga vojib. Musafirga vojib emas. Qanday musafirga 15 gündən tön turadigan musafirga vojib emas. Masalan, men bir shaharga keldim, 10 gün turma. Bu vaqtda menga cuma vojib emas. Ammo 15 kundan yuqori turib qolsam, muqim hisoblanma, yana cuma vojib bo'ladi. Demak, tuandikisi vojib bo'lish shartlari. Bu shartlar hozirlanmay turib cuma o'qisimi ado topadi. Lekin o'qimasa gunoh olmaydi. Chunki vojib emas. Onundan keyin sunnatlari, cuma namozininki sunnatlari. Birincisi el-igtisal ve tatayyub ve libs ahseneth thiyab. Yuyunuş, xushpurak işiltish, güzel kiyimlarni kiyish. Et-tabkir lil-cum'a mashiyan bi-sakina vel-iqtirab min al-imam. Cumaga piyoda baldur berish, temkinlik bilan berish ve imamga yaqin o'tirish bu mustahab. Cumaga boradigan yo'lda Qur'on o'qish yoki zikr tasbih bilan mashg'ul bo'lish. Tanziful jasad ve tahsinul hay'a qabla salat. Namazdan ilgari badanni pokizlash ve ko'rinishni go'zallashtirish, ratlik kiyinish. Cuma kunduzi ve kechasi sur kahbisi o'qish. Cuma kuni ve kechasi duolarni ko'p qilish, ya'ni duo ijobat bo'ladigan vaqt bo'lganligi uchun shu vaqtni izlab duolarni ko'p qilish. Cuma kuni ve kechasi Peygamber aleyhisselamga durutlarni ko'p aytish. Allohumma solli ala alan, Allohumma barik alani ko'p aytish. Bu mustahab. Cuma namozidan ilgari ve keyin 4 rakat namoz o'qish. Bu mustahab. Cumadan keyin sur Fatiha, İhlas ve Qul a'udhu bin nas ve Qul a'udhu bil falaq, yani muavvizatayni o'qish. Bu sunnat. İkinci xutba, yani cuma namazının ilgiri, kun egilgandan keyin o'qilgan iki xutbaning ikincisi bu sünnet. Endi biz xutbani cuma namozininki to'g'ri bo'lish, ado tepish shart dedik. Ya'ni xutba o'qilmay o'qigan cuma namozi to'g'ri emas, ado topmaydi. Unda bo'lib qolsa, xutbaning arkonlari qaysi? Xutbada nima qilish kerak? Uning shartlari qaysi? Uning arkonlari birincisi ba'da zaval qabla salat. Çoqum xutba kun egilgandan keyin cuma namozi o'qishni ilgari bo'lishi kerak. İkincisi eng az bo'lganda zikrullohi taala, Alloh taolaning zikrisini aytish. O qaysi? Tahmid, tahlil, tasbih o'simi bo'ladi. Eng az bo'lgan chaqda Allohga hamd, sana, tasbih aytish. Bu eng az o'lchami. Ado topadi. Ama mükemmel emas. Mükemmel bo'lgani Alloh taolaga hamd va sana aytish bilan boshlab, shahodat kalimasini aytish, undan keyin Qur'ondan ma'lum bir oyatlarni o'qish, undan keyin kishilarga taqvodor bo'lishga tabliq qilish, undan keyin shu jamiyatda bo'layotgan ba'zi ishlar haqida ko'rsatma berish. Ya'ni xutba deb atiladigan uzun shaklda xutba o'qish bu xutbaning mükemmel shakli. Ammo Qur'ondan bir oyat o'qish bilan yoki zikr bilan yoki tasbih bilan kifoyalansa, ado topadi, sunnatga amal qilmagan bo'ladi. Undan keyin xutba bilan cuma namozining o'tirisini yot ko'p bo'lgan fasil arlamaslik kerak, ya'ni fasil tushmaslik kerak. Yot bo'lgan degan qaysi? Ya xutbaga munosabatsiz, ya namozga munosabatsiz bo'lgan ko'p fasil tushmaslik kerak. Ondan keyin xutbaning shartlari qaysi desanglar, xutbaning shartlari niyat. Birincisi xutba o'qishni niyat qilish kerak. İmam
minberga chiqdi, ammo xutba o'qishni niyat qilmay turib, shu xutba o'qiydi deydigan zikr, tasbih hammani desimi ado topmaydi. Chunki cho'qim xutba o'qishni qalbida niyat qilish kerak. Onundan keyin namozdan ilgari bo'lish kerak. Ya'ni juma namozidan ilgari bo'lish kerak. Agar juma namozidan keyin xutba o'qib qolsa, bu xutba ado topmaydi. Onundan keyin vaqt. Ya'ni kun egilgandan keyin namozdan burun bo'lish kerak. Onundan keyin cho'qim eng oz bo'lganda juma farz bo'lgan kishidan bir odam anglashi kerak. Eng oz bo'lganda. Agar masjidda hech kim anglamagan bo'lsa, vaqt bo'lganda bu ado topmaydi. Onundan keyin eng az bo'lganda meyli qul olsun, meyli kesal olsun, meyli musafir olsun, meyli yat shu shaharning ahlidan bo'lmagan yat odam bo'lsin, bir odam qanaqa bo'lishi kerak? Hozir bo'lgan bo'lishi kerak. Namozga o'xshash 3 odam shart emas xutbaga. Endi sunnatlar-chi desa, sunnatlari birinchisi munbarda turib xutba o'qish sunnat. İkincisi tahorat bilan xutba o'qish sunnat. Masalan, imom axunim munbarga chiqibdi, tahorat yo'q xutba o'qigan bo'lsa-chi, sunnatga amal qilmagan bo'ladi, ammo ado topadi. Sitrul avra, bu sunnat. Xutba o'qishdan ilgari munbarga chiqib bo'lib o'ltirish, azroq shay. O'ltirish, bu sunnat. Kishilarga oldini qilish, bu sunnat. Ondan keyin munbarga chiqqandan keyin kishilarga salom berish, bu sunnat. Ondan keyin bir azonninki, ya'ni bir muazzinning azon o'qishi bu sunnat. Ondan keyin Alloh taolaga hamd aytish va uningga sano aytish, undan keyin shahodatayni o'qish, undan keyin payg'ambarimizga durud yo'llash, va nasihat qilish, Qur'ondan ma'lum bir oyatlarni o'qish va ikki xutba o'tirisida yengil o'ltirish va musulmonlarga duo qilish bu sunnat. Ham shundaqla xutbaningki mukammal shakli. Ondan keyin xutbani kishilarga anglatish, ya'ni ovozni ko'tarish. Ammo xutbani bizning Hanif mazhabda bak uzun qilib o'tish makruh. Va taqsir deydi. Shunga qisqa qilish bu sunnat. Xutba vaqtda i'timadul xatib bi yasarihi. Xutba vaqtda xatib sol qo'li bilan bir narsaga tayinish. Qilich olsun bo'ldi, has olsun bo'ladi, qo'ral olsun bo'ladi. Mana bu xutbaningki arkonlari, shartlari, sunnatlari. Unda bo'lsa xutbani buzib o'tadigan ishlar qaysi? Arkonlardan birisi tushib qolsa, shartlardan birisi tushib qolsa, xutba buziladi. Makruhlar qaysi? Yuqorqi sunnatlardan birisi tushib qolsa, xutba makruh holatda ado topgan bo'ladi. Makruhatul xutba hiya tarku sunnatun min as-sunnal mutaqaddima. Yuqori so'zlangan sunnatlardan birisini tashlash makruh. Shundaqla bütün alimlarning ittifoqi bilan xalqning gadalaridan aqlash xutba o'qilgan vaqtida bu makruh. Unda o'saqdaşlar bizning bugungi darsimiz mush yerda oxirlashdi. Oxirgi kunukmi berilgan. Buni sizlar ishlaysizlar. Masalan, birincisi unasun sallul jum'a ba'da xuruji vaqti-zuhri. Kishilar peshin namozi chiqib ketgandan keyin juma o'qibdi. Mujzi'a, g'ayri mujzi'a, ya'ni odat topamdi, odat topmamdi, qaysi so'zda shunga balki qo'ysizlar. Unda o'saqdaşlar bizning bugungi darsimiz mush yerda oxirlashdi. Kelarki soatlik darsimizni ko'rishaylik. Assalomu alaykum. اطلب العلم أخي فهو درب به نور به ترقى به تحيا عالما حرا فخور. اطلب العلم